İndi belə bir sual yarana bilər. Belə bir sual zehnə gələ bilər ki, qiyamətin, yəni həmin o günün din günü adlandırılmasının səbəbi nədir? Bu suala cavab vermək üçün baxaq din sözünün mənasına. Ki, ümumiyyətlə din sözünün mənası nədir? Hansı mənaları ifadə edir? Din sözünün lüğəti mənalarına baxanda mühakimə etmək, tabe olmaq, itaət etmək, etiqad etmək, mühakimə etmək qeyd etdik, hökm etmək, borc almaq, borc vermək mənalarında işlənir. İşlənmə yerinə görə təbii ki, hər məna öz mövzusuna görə öz mənasını ifadə edir. Məsələn, ticarət sahəsində işlənəndə din sözü borc alıb, borc vermək mənasında işlənir. Və yaxud da ki, İslam dinində, məsələn, ona görə din deyilir ki, məsələn, İslamda nə var? İtaət etmək var, etiqad etmək var, tabe olmaq var. Və ona görə də qiyamət gününə, daha doğrusu, yəni qiyamət günü dedikdə o yevmiddin, yəni əməllərin Allah dərgahında sorğu-sual olunan zaman, hesabat zamanına ona görə din günü deyilir ki, bu gündə insan etdiyi əməllərə görə mühakimə olunacaq və həmin günün hakimi, hökm verəni Allah olacaq. Dedik, Məliki Yevmiddin ayəsinin mənası belə olur ki, yəni belə mənalandırmaq olar ki, Allah din gününün malikidir. Yəni, insanların əməllərinə görə mühakimə olunduğu günün maliki, sahibi, hakimi Allahdır. Maliki Yevmiddin sözünün mənası bu oldu.